Amerika Birləşmiş Ştatları səfirliyinin 6 nəfər əməkdaşı qaçaraq Kanada səfirliyinə sığındılar. Səfirliyin 50-dən artıq əməkdaşı isə səfirlikdə qaldı, amma girov götürüldülər. Söhbət 1979-cu ildə İranda baş verən İran İslam İnqilabından gedir. Bu dövrdə bildiyiniz kimi şah Amerika Birləşmiş Ştatlarına qaçmışdı və İran xalqı elə bilirdi ki, hələ də Amerika Birləşmiş Ştatları şahı müdafiə edir. Ona görə də qəzəblənən xalq Amerika Birləşmiş Ştatlarının İranda olan səfirliyinin binasını dövrəyə aldılar, qapılarını qırdılar, pəncərələrini isə sındırdılar və bunu eşidən Amerika Birləşmiş Ştatları dərhal tədbirlər görməyə başladı. İlk öncə Kanada səfirliyinə sığınan 6 nəfər əməkdaşını oradan çıxarmaq planını hazırladı. Bu planda CIA-nın əməkdaşı Tony Mendesin təcrübəsindən istifadə olundu. Belə ki, Tony Mendes Kanadaya gəldi və orada həmin 6 nəfərin adına saxta sənədlər düzəldərək İrana getdi. Güya rejissordur, İrana kino çəkmək üçün gəlmişdir. Müəyyən insanlarla görüşərək ona burada kino çəkmək üçün şərait yaradılmasını xahiş etdi və onun xahişi nəzərə alındı. Beləliklə Tony Mendes Kanada səfirliyinə gələrək hazırladığı həmin saxta sənədləri onlara təqdim etdi və həmin şəxslərlə birlikdə aeroporta gəldi və rahat şəkildə təyyarəyə minərək İrandan Amerika Birləşmiş Ştatlarına gələ bildilər. Onlar təyyarədə olan zaman artıq İranda bildilər ki, həmin 6 nəfər Amerika Birləşmiş səfirliyində çalışan əməkdaşlar olmuşdur. Sonradan isə səfirlikdə saxlanılan 50-dən çox əməkdaşın taleyi ilə Amerika Birləşmiş Ştatları maraqlanmağa başladı və tədbir görməyə çalışdı. Bir neçə dəfə hərbi manevrlər edərək həmin əməkdaşları oradan çıxarmağa çalışdı. Amma uğursuzluqla nəticələndi və ABŞ-ın 8 nəfər hərbisi də həlak oldu. Aparılan danışıqlar nəticəsində 1981-ci il yanvar ayının 20-sində artıq müsbət nəticə əldə olundu və orada saxlanılan 50-dən çox əməkdaş ilk öncə Almaniyaya, Almaniyadan isə Amerika Birləşmiş Ştatlarına təhvil verildi. Bu əməliyyat tarixə Agora əməliyyatı kimi daxil olmuşdur. Belə videolar maraqlıdırsa izləmədə qalın.